Aparıcı Zamirə Dadaşova aldığı divar kağızı ilə bağlı problemlə üzləşdiyini açıqlayıb. Aparıcı sosial şəbəkədə paylaşım edərək İtalyano Parati mağazasını istehlakçı hüquqlarını pozmaqda ittiham edib. Zamirə Dadaşova bildirib ki, ümumi dəyəri 2300 manat olan divar kağızlarını nağd ödənişlə alsa da ona kassa çeki təqdim edilməyib. Onun sözlərinə görə, xarici istehsal adı ilə satılan məhsullardan biri sonradan yerli istehsal çıxıb və divara vurulduqdan sonra üzərində qaralma və rəng dəyişikliyi yaranıb. Daha ətraflı videoda. Yok, problem yoktu benim. Zəngləmə ehtiyac yoktu. Ben de işten çıktım. Prosto yani orada müdüriyet deyirdi ki, yani ustanı da verəcəyik. Aboyu da misal üçün qarşılayacağıq. O 29 günde rulon nədirsə, yəni bizlikdir də belə deyək. O 4 dənə neysə 4 dənə vaziyyət edəcəksiniz. Yəni indən belə misal üçün deyirəm, o koridora vurduğunuz aboyundan da profesyonel ustalar vuracaqlar. Amma yəni nəsə problem çıxsa, eləsə, bu şey divarlıqdır da, yəni bu şey aboyluq deyil. Ben başka yerdeyim, danışa bilmirəm. Demək, usta da tapıldı. Bizim ustalar gələcəklər inşallah, aboyları soyacaqlar, vuracaqlar. Yəni belə deyək də necə lazımdır. Amma yəni 3 aya, 5 aya, yəni nəsə bir problem çıxsa, yəni o şey 100%, o milyon faiz o şey yəni sizin divardan da. İnşallah biz ustalar yəni gəlib indi bir gün, 2 günə yəni başlayıb onu soyub vuracaqlar. Yəni ən